Həmişə baxırdım ki, maşına keçəndə bu əyri binalar nə qəşəng görsənir Biləcəri yoluna. 20 yanvardan Biləcəyə gedəndə Qrenvil yaşayış kompleksindəyəm. Hörmətli izləyicilərim, salam əleykum. Birinci dəfədir bu kompleksdə mənzil təqdim edirəm. Amma qəşəng mənzil təqdim edirəm də sizə. İki mənzilin birləşməsi, 182 kvadrat sahəsi var. 2 dənə kupçası var, 2 dənə sayğacı var, 2 dənə sayğacları 2 dənədir. Mən 1600 manatdan alıb sahibi, o da izləyicidir. 500 manatlıq təmir edib, indi həmən məbləğə satılır. 2140 manata satılır. 390 min manat ümumi mənzil qiymətidir. Göstərəcəyəm, bir də həyətini, burada eşiklərimi qoy sizə deyim. Deməli, bu kompleksin, bu gördüyünüz hissəsində, operator dəqiq bir dənə görsək, mol tikilir, 3 mərtəbəli. Orada, keçən dəfədə ekskavator zat demişdim. Biabır əzi mənə yazmış kommentdə ki, ekskavator deyil o. Neysə, ondan. Deməli, qalxırsan, mol 3 mərtəbə, sonra yeraltı qaraj, fitness, idman, üzgüçülük, o gördüyü hissədə stadionu tikirlər. Arxada da belə tikə-tikə gedirlər də. Padmayakları da satır şirkət 1600 manatdan. Belə bir kompleks. Yol probkasını nəzərə almasaz, zor kompleksdir. Bir dənə probka adamı deyir, xoyulur da, yavaş-yavaş gəlsən. Dəyərli izləyicilər, indi keçək evə, oradan bir dənə sizə, deməli bunun sahibi, həm də özü dizaynerdir, dizayn edib qutarıb. Burada bir dənə öz biliklərini, savadını qoyub ortaya, bir dostu ilə bir yerdə dizayn ediblər bu mənzili. Tipograflar gətiriblər düzgünçülüyünə görə, belə interesli burada Yunanslar var. Deməli, bura zal hissəsidir. Balkon, zal, istipol balkon idi. Ümumiyyətlə 70% istipoldan ibarətdir bu mənzil. O belə bir zalı var. O mətbəxi görsəl operator, açılıb bağlanan vaqonla qapısı da var. Mətbəxdir. Pulları qutarıb mətbəx mebeli yığa bilməyiblər, dəyərli izləyicilər. Ona görə yəni mətbəx mebeli yoxdur. Havalandırma salıblar burada, mərkəzi havalandırma. Aspiratorla da qoşublar, motorla. Çölün havasını salır içəri, yeməyin götürür. Belə bir xuna. Keçək yavaş-yavaş. Bu qapıdan giriş hissəsidir. Qapıdan buradan girirsən. 6-cı mərtəbədə yerləşir bu mənzil. Dəhliz və koridordan artıq otaqlara burada bölgülər var. Ümumi hamam otağıdır. İstifadə olunan bu təmirdə ki, mən dedim 500 manata təmir edirlər. Yüksək keyfiyyətli təmir, dəyərli izləyicilər. Hamısı qroxdur, santexniki, vannası, kromograniti. Yəni görürsünüz ki, burada yəni tam ucuza qaçmayıblar da. Normal segment deyirlər ki, bu mənzili satanda alıcı deməsin ki, ucuzlu təmir edəmsən bu mənzili. Bu bir otaqdır. Yataq otağı. Bunun da balkonu var. Bütün balkonlar alüminium materialında olan cam balkonla bağlanıb küləyə görə. Bir də yaxşı ki, yola baxmır, evin o səs-küy gəlmir də evə. Burada həyətə baxır. Orada mən fikir vermişsiniz, yoxsa yox. Mən maşına keçən fikir verirəm, sən vermişsən. 3-cü mərtəbə çıxanında sakin, sən də maşına yeyirsən. Birbaşa sakinlə belə görüşürsən də. Eyni paralel boyda olur. Bu yaxşıdır ki, həyətə baxır. Buranı salıb çamaşır otağı kimi düzəldib. İndi bacardığından qurutma və yuma 2 maşın və burada su, santexnik filan, qapısı da olacaq yəqin. Gəldik bu otağa. Bu da özünə məxsus otaqdır. Operator tam görsətsin sizə. Divar aboyları, yer laminatdır. Divar aboyları 45 manatlıqdandır. Firmasını demirəm. Kondisioner xəttləri çəkilib, cam balkonla da bağlanıb. Və burada sonuncu otaqdır deyə əzizləyicilərim. Burada özü üçün satış məqsədli olmayıb da əvvəldən. Bu indi plan dəyişib. Burada özü üçün kompüter stolu zad yeri düzəldib ki, otursun, dizayn işlərini falan görsün. Bu onun üçün ayrılıb. Yəni cam balkonla bağlanıb. Həyətə baxış. Burada isə radiatorlar, yataq, televizor üçün üfüqi istiqamət. Bura hamam otağı və qardirob otağıdır. Belə bir, hər hamam otağında vannası var. Burada geniş bir qardiroblu otaq kimi nəzərdə tutub.
Xoşunuz gəldisə, gəlin alın. 2140 manat, kupçası var 2 dənə, sayğacları var qoşa-qoşa. 6-cı mərtəbədə nömrə ilə əlaqə saxlayın dəyərli izləyicilər. Allah hamınıza qismət eləsin. Sağ olun.